Təməli Pənah Əlixan tərəfindən qoyulan müxtəlif əsrlərdə yad illi hücumuna məruz qalan, talanan, dağıdılan Şuşa artıq 5 ildən çoxdur ki, azaddır. Hər daşı tarix qoxan şəhərimiz sürətlə dirçəlir, yenidən qurulur. Şəhərdə yeni infrastruktur yaradılır, mədəni həyat canlanır. Şuşa yenidən Azərbaycanın mədəniyyət mərkəzinə çevrilir. 28 il düşmən əlində əsir qalan, amma qüruruna pay verməyən Qafqazın sənət məbədi Şuşa bugün günəş doğmadan oyanır. Şuşada artıq günəş dağların arxasından doğmur. İndi illərlə həsrət qalan ümidlərin üzərinə doğur. Sübh tezdən kimi dərsə tələsir, kimi də işə. Şuşada digər sahələrlə yanaşı təhsilə də xüsusi diqqət göstərilir. Təhsil çox qəşəngdir də, məktəbdə şəraitlər çox qəşəngdir. Gələcək arzum bəlkə də kimya müəllimi olmaqdır. Burada təhsil çox qəşəngdir, yaxşı ilə burada oxuyuram. Gələcək planım inşallah Qarabağ Universitetində oxuyub buranı təmsil eləmək. Azərbaycan dili fənnindən dərs tədris edirəm. Hər bir şey əladır. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Bu günü bizə yaşatdıqları üçün Ali Baş Komandanımız İlham Əliyevə özlərinin təşəkkürümüzü bildiririk. 1830-cu ildə təməli qoyulan Şuşa şəhər bir nömrəli orta məktəb də şəhər azadlığa çıxdığı gündən sonra yenidən tikilib. Cənubi Qafqazda ilk dünyəvi məktəblərdən hesab olunan təhsil ocağı 960 şagird yerlikdir. 40 sinif otağı var. Məktəb ən müasir avadanlıqlar, tədris otaqları ilə təchiz olunub ki, bu da gələcək nəsillərin daha da savadlı yetişməsinə kömək olacaq. Məktəblilər həm də STEM mərkəzində texnoloji biliklərə yiyələnəcək. Şuşa məktəbi təhsilin dirçəliş mərkəzlərindən də biri hesabı oluna bilər. Çünki burada bərpa olunan bir şəhərdə gələcək bir nəsil yetişdirilir. 20-yə yaxın müəllim fəaliyyət göstərir və 220-dən çox şagird bu məktəbdə təhsil alır. Növbəti köç ərzində artıq şagird sayımızın daha da artacağı gözlənilir. Şuşada işləmək, xüsusilə də bir müəllim olaraq fəaliyyət göstərmək, mən hesab edirəm ki, çox məsuliyyətli və şərəfli bir işdir. Təkcə dərs demirik. Eyni zamanda Şuşanın uğurlu gələcəyi naminə əlimizdən gələni edirik. Şuşada yaşadığım üçün özümlə qürur duyuram. Mən ilk dəfə bura gələndə buralar çox dağınıq idi, yəni binalar sökülmüşdü. Mən bura köçəndən sonra burada abadlıq işləri aparılıb və çox qəşəng olmuşdu. Şuşada həm də yeni yaşayış binaları inşa edilir. Binalar Şuşa şəhərinin memarlıq üslubuna görə dizayn olunub. Ərazidə uşaq oyun meydançaları, yaşıllıqlar və yağış sularının toplanması üçün süni göllər də layihələndirilib. Hazırda D3 və D4 yaşayış massivlərində çoxmənzilli yaşayış evləri tikilir. Bu yaşayış massivinin 2027-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Liftlər, mərkəzi isitmə sistemi mövcuddur. Binalarda mənzillər 2, 3, 4, 5 otaqlı olaraq layihələndirilib. O da tələbata görədir. Mənzillərdə tamamilə hazır vəziyyətdə təhvil verilir. Şuşanın yenidən dirçəlməsi həm də o deməkdir ki, Azərbaycanın mədəniyyət paytaxtı yaxın gələcəkdə keçmişin izlərini qoruyub saxlamaqla dünyanın ən müasir şəhərinə çevriləcək. Ülker Əliyeva, Habil Aslanoğlu, ATV Xəbər, Şuşa.